Bir daha akşamımız xeyir. Səbail klubunun baş məşqçisi İlman Sultanov. Kimin sualı varsa xahiş edirəm, sualları səsləndirsin. Buyurun. Emil Səfərov futbolun biraz saytı. Əvvəldə qarşılaşmaq konusunda fikirlərinizi bildirərdiniz və ümumiyyətlə bu oyun sizə nə qazandırdı? Nə qazandırdı? Birinci təbrik edirəm Qarabağ komandası. Bugünkü oyunda deməli bizi udublar. Özünüz bilirsiniz ki, biz təzə komandaya birinci divizyonda başlamışıq. Bu bizi üçün yeni yol. Qarabağ komandası uzaq Azərbaycan futbolunda lider. Uduzmuşuq. Bu futbolda qeyd edim ki, bugünkü Qarabağ komandası məncə fikirləşən ən güclü komanda. Uduzmuşuq 5-0. Hadi davam edir. Gedirik qabağa. Futbolda hər şey olur. Futbol İnfilak saytı. Bu oyun həm də Divizyonla Premier Lig arasındakı fərqi göstərdiyini düşünürəm. Var. Bugünkü çox fərq var. Amma bütün komandalar üçün yoxdur. Var. Bu saat götürək Azal komandası. Bugünkü Azal komandası çox fərqlidir. Birinci divizyon. Var komandaları bu saat Zakatala yaxşı komandadır, hansı ki bugün Qəbələ ilə oynayır. Bilmirəm, 2-2 idi. 2-2 olub, penaltı seriyasında Qəbələ gəlir. Var komandalar hansı birinci divizyonda bu yıl güclüdür. Zakataladır, sonra Tovuzdur. Bəli, belə komandalarla deyim ki, Qarabağla çıxsın, bərabər oynasın, mümkündür. Mümkündür. Fərq var. Fərq var. Orhan Əliyev faktora. Bəs hesabın bu qədər böyük yoldan gördüyünüz yoxdur? Açıq deyim ki, yox. Bu oldu. Bu oldu.